Salam əleykum. Əziz və dəyərli izləyicilər, sizinlə mənəm video bloger Böyük Ağaz Hüseynov, Sabirabad Media Gündəminin təsisçi baş redaktoru. Bu günləri 25-ci 9-cu ay 2025-ci il Sabirabad rayon Quruzməkan sakini Cəfərov Əfraz Hüseynquluoğlu mənə müraciət etdi ki, mən fermerəm, sizin çəkilişlərinizi sosial şəbəkələrdə görürəm, xahiş edirəm, gəlin mənim bu pambıq sahəmi çəkin, millətimizə bir nümunə olsun. Mən də bu fürsətdən istifadə edirəm. Birinci, Cənab Ali Başkomandan İlham Əliyev cənablarına minnətdar və təşəkkürümü bildirirəm ki, o hər zaman Azərbaycanın hər bir vətəndaşına vəzifəsindən və kimliyindən asılı olmayaraq hər bir vətəndaşına diqqət və qayğı ilə yanaşmağı ilə əlaqədar hər zaman məmurlara tövsiyə və göstərişlərini verib. Cənab Prezident, mən sizə təşəkkür edirəm ki, siz bizə tarixi zəfəri yaşatdınız, siz bizə işğal altında olan torpaqlarımızı işğaldan azad etdiniz və hal-hazırda da nəinki Sabirabad rayonunda, Qarabağ iqtisadi zonasında da taxıl sahələri, pambıq sahələri və kənd təsərrüfatına aid olan hər nə varsa orada da inkişaf elətdirilir və bu günlərdə Sabirabad rayonunda da kənd təsərrüfatı inkişaf elətdirir. Allah ulu öndərimizə rəhmət eləsin. Ulu öndərimiz Heydər Əliyev cənabları hər zaman Sabirabad rayonuna diqqət və qayğı ilə yanaşıb. Sağlığında 14 dəfə ulu öndərimiz Sabirabad rayonuna gəlib gedib və Sabirabad rayonunda pambıqçılığı inkişaf elətdirib. Buyur, başqa nəsə bir sözün varmı? Onu çox gözəl vurğuladınız. Mərhum Heydər Əliyev doğrudan da pambığa çox qiymət verərdi. Yəni o bizim neçə dəfələrlə rayonumuza gələrdi, pambıqçılarla görüşərdi. Yəni bu sahəyə o kişi mərhum çox dəstək verərdi. İndi də cənab prezidentimiz onun yolu ilə gedir, əhaliyə dəstəkdir. Çox sağ olun. Biz sevinirik ki, bizim İlham kimi prezidentimiz var. Ondan sonra onun atası da yaxşı insan olub mərhum. Allah köməyiniz olsun. Çox sağ olun çəkilişə görə. Əfraz müəllim, sizə qısa 2-3 sualım var, onu da bilən zəhmətimiz. Bu sizin bu kənd təsərrüfatı ilə əlaqədar pambıq idarəsi neçə saylıdır? MTS bu elə Xalid müəllimin Xalid müəllimin yəni sizə dəstəyi olurmu? Çoxdur. Məntəqədə yəni hər şeydir. Kultivasiyadır vaxtında veriblər, dərmandır vaxtında verirlər. Heç bir problemimiz yoxdur. Sağ olsunlar elə rəhbərlik də, məntəqə işçiləri də hamısı fermerlərə dəstəkdir. Suvarmada suyumuz da var. Boldur. Yəni bir sözlə pambıq əkənlərə həmişə yəni birinci dərəcəli yer verilir. Nəzərə alınır. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı və Sabirabad rayonu üzrə pambıq əkdiyi sahələrlə əlaqədar aidiyyatı idarə və təşkilatlar var. Pambıq ASC qurumu olsun və yaxud da su idarəsi olsun, icra başçısı olsun, hər nə qurumlara buradan sözün nədir? Sağ olsunlar, var olsunlar. Bizim də borcumuz bu cür gözəl məhsulu haqqıcıl becərib dövlətimizə təhvil verməkdir.